Çəkiliş edəndə heç vaxt müsahiblərimə deməmişəm ki, bu mövzudan, bu şəxsdən danışmayın, verə bilməyəcəyik. Balaca kameramızın obyektivi hər kəsin üzünə və sözünə açıq olub. Elə müstəqil işləməyimizdəndir ki, bu gün eyni həbsxana divarları arasında müxtəlif kameralar bölüşürük. İfadə və media azadlığı avtoritar rejimlərin ən birinci boğmağa çalışdığı azadlıqlardır. Biz ölkənin həbs olunan ilk və son jurnalistləri deyilik. Azərbaycan mətbuatının 100-dən çox yaşı var və yarandığı vaxtdan etibarən onun təmsilçiləri müxtəlif rejimlərdən keçib. Repressiya, təqiblərə, təzyiqlərə məruz qalıblar. Amma bunlara baxmayaraq, mətbuat öz mövcudluğunu bugünədək qoruyub saxlayıb. Mən Abzas Medianın əməkdaşıyam və bizim hər birimiz Abzasda yayımlanan araşdırmalara görə siyasi sifarişlə həbs edilmişik. Həmin araşdırmalarda adı çəkilən vəzifəli şəxslərin əməlləri ilə onların yerinə biz ittiham edilirik. Həbsdə olmalı olanlar o şəxslərdir ki, illərdir bu ölkənin vətəndaşlarına çatmalı olanları mənimsəyir, ölkəni çapıb talamaqdan gözləri doymur. O şəxslər həbsdə olmalıdırlar ki, uğurladıqları hesabına öz övladlarını uşaq yaşlarında sərvət, imtiyaz sahibi edib, hər şeyin ən yaxşısı ilə təmin ediblər. Amma idarə etdikləri ölkədə imkansızlıqdan təhsil ala bilməyən, yarı ac, yarı tox, məhrumiyyətlərlə böyüyən, dilənməyə, kiçik yaşlarında işləməyə məcbur qalan, yükü yaşından böyük uşaqlar var. Mən təxminən 6 ildir müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Artıq 1 ildir ki, məhz jurnalist olduğum və Abzas Media ilə əməkdaşlıq etdiyim üçün həbsdəyim. Bu məni təəccübləndirməyib. Çünki mövcud sistemlə bu ölkədə müstəqil jurnalist kimi fəaliyyət göstərəcəyim halda yolumun əvvəl-axır həbsxanadan keçəcəyini bilmişəm. Ümumiyyətlə qanunvericiliyə dəyişiklik edilərək müstəqil jurnalistlərin məhkəməsiz, birbaşa qərarla divar qarşısında güllələnmədiyinə təəccüblənirəm. Saxlandığımız təcridxanada adamların bir-birinə verdiyi ilk suallardan biri budur ki, səni hara tutub, səni kim tutub? Mənə ilk dəfə bu sual veriləndə heç düşünmədən cavab vermişdim. İlham Əliyev. Biz məhz onun sifarişi ilə həbs edilmişik. Çünki bu ölkədə ancaq onun diktəsi ilə işləyən jurnalistləri görmək istəyir. Bizdənsə nə etsə də asılı, qorxaq, sifarişlə işləyən jurnalistlər düzəldə bilməyəcək.